Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Yenə də paket kupçalı və mərkəzi kanalizasiya sistemi olan həyət evimizlə sizi tanış edəcəm. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Evimizin yerləşmə yeri Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. Məhəmmədlinin tam girişində, dairənin yaxınlığında, magistral yoldan da təxminən 100 metr məsafəsi var. 2 sot yarım torpaq sahəsindədir. Yerdən 6-7 daş kürsüdə tikilib. 4 otaqdan ibarətdir. Evin həyətini isə geniş şəkildə təqdim edəcəm. Həyətində çox gözəl beşitkası var və hər bir tərəfi yaşayış olan yerdir. Həyətimiz tamit daşlarla döşənilib. Jalüz qapısı, kiçik qapısı hamısı var. Sənət evin də torpağında kupçasıdır. Qazlı suyu işığı daimi fasiləsizdir. Sayğaçlarından hər biri var. Evin padvala girişi var. Çardağa girişi var. Tikintisi zamanı yüksək və keyfiyyətli materiallardan istifadə olunur. 100 metr məsafəlikdən Koroğlu və şəhər daxili bütün marşrut xətləri keçir. Dörd otaq 120 kvadrat evin ümumi sahəsidir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri var. Dəhliz sistemli evdir. Dəhlizə daxil olduqda solda gəlir birinci evin mətbəxi. Mətbəxdə həm yerdə kafel hissə vurulub. Mebel arası kafelinə qədər hamısı var. Betonu var, kəməri var. Dörd bir tərəfdən qoşa daşla tikilib. İpotekaya da yararlıdır. Əgər sizə dövlət bank üzr istəyirəm, dövlət ipotekası ayırırsa, istəyər evimizin nəqd şəkildə, istərsə də bank yolu ilə əldə edə bilərsiniz. Evimizin qiyməti isə 115.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa, qiymətdə də endirim olunacaq evin sahibi tərəfindən. Bu da yataq otağımızdır. Kommunallarının hamısı var. Məhəlləsinə qədər birbaşa asfalt yoldur. Kombi xətti çəkilib, beton kəmər var və dörd bir tərəfi də qoşa daşdır. Qiymət 115.000 manat evlə bağlı. Əlavə nə suallarınız olsa, buyurun zəng edin, məlumat alın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.